Salamlar, saygılar və hörmətlərlə əziz dostlar, yoldaşlar. Əgər ömür olsa və icazə verilsə bu günlərdə bu kitabımızdan bir səhifə oxumağa çalışacağam. Kitabımızın adı Sümürgəçinin portresi və sümürgələşdirilənin portresidir. Yazan Albert Məmi Tunislidir. Bu kitab hüdudən 70 il bundan öncə yazılıbdır və ən azı 70 dənə məmləkətin istiqlalına, bağımsızlığına türkcə demək olar ki, fikri baxımdan yardımcı olubdur. Bu kitabın oxuması bizim tək-təkimizə vacibdir. 94-cü səhifəyə gəldik, çatdıq və biraz daha hızlı oxumağı düşünürəm, düzün axtarsaz. Çünki görürəm ki, mən bəzi cümlələrin və kəlmələrin üstündə çox dayanıram, ya tərcümə edirəm. Nəzərimə gəlir ki, tərcüməyə ehtiyac yoxdur, elə türkcədir. Bəzi kəlmələr ki, ehtiyac var, onlarda dayanmalıyam. Qalanı qeydib bir də oxumamalıyam. Bunun üzündən bugün bir qərar verdim. Dostlar, bir də bunu deyim. Bəzi dostlarımız görürsən ki, iftixar edirlər ki, bir kitab, bir roman oxuyublar bir ayda. Okey, oxusunlar ki, nə də yaxşıdır hissatdan. Amma, dostlar, indi biz keçən bir ildə, hududən, keçən il elə bu zamanlar başladım kitab oxumağa. Əgər ömür başa versə, bu 3-cü kitabdır ki, onlayn və canlı oxuram. Və ciddi, baxın, bu kitabı mən də eləyə bilərəm ki, 10 günün içində oxuyan, tutaram və şey olmasın yəni. Bu kitabı mən də oxuya bilirəm, 10 gündə qutara bilirəm və şey də olar, yəni qutarıram gedər. Amma məsələ budur ki, bu kitabı gündə bir səhifə ya 2 səhifə oxumaqla və onun üstündə uca səs ilə düşünməklə, mən o zaman ki danışıram, əslində düşünürəm, bəzən görürsünüz, iştibah edirəm falan. Çünki bu oxuduğum, adət elədiyim, alışdığım, adət ərəbcədir, alışdığım dil deyil. Yazmaq, oxumaq və xüsusən mən bu dilin, yəni türkcəmizin elmi sözləri ilə tanış deyiləm. Onun üçün dostlar, bu mənə əslində 30 dana, 40 dana kitab oxumaqdan yardımcı olur. Dostlardan da istərəm ki, belə oxusunlar. Hər halda 94-cü səhifəyə gəldik, çatdıq. Dostlar ki, istəyərlər bu kitabı indirələr və oxuyələr, xahiş edəcəm ki, Turuz.com-a getsinlər, orada bu kitabı qoyublar, orada indirin və oxuyun. Tamam. İndi 104-cü səhifənin birinci sətrinin baş kəlməsindən, sözündən başlayırıq. Sümürgələşdirmə nə qədər qısa sürərsə sürsün, özgürlüyün anısını belə hatırlamaz. Diqqət buyurun, görün bu nə qədər əcib sözdür. Bir də oxuyun bunu, mənə çox yapışdı. Deyir ki, sümürgələşdirmə nə qədər qısa sürürsə sürsün, özgürlüyün anısını, xatirə, yadın anısını belə hatırlamaz. Sümürgə nə qədər qısa olursa olsun, amma biz yadımızdan çıxadarıq azadlığı, istiqlalı, bağımsızlığı. 100 il tarixdə, Qacar dövründən bu günəni danışıram, 100 il tarixdə, türklərin tarixində, bu məntəqədə, bu bölgədə minlər ildir. Məsələn, dostlarımız deyirlər, 8000 ildir biz bu torpaqlarda yaşırıq. 8000 il elər, məsələn, yəni 100 il onun yanındakı nə mənədir? 80 dana 100 il elər. 80 dana 100 il elər. Və biz onun içində elə bilin ki, 8 saatdan 1. 8 saat bir var işləyəsən, bir var 1 saat. Biz 1 saatda o
8 saatı. Biz 100 ildə o 8000 il tarixi unutmuşuq. Biz 100 ildə dədələrimizin bu torpaqlarda heç olmasa keçən 1000 ildə hakimiyyətin yaddan unutmuşuq, yaddan çıxartmışıq. Tamam. Hatırlamaz. Özgürlüyün nəyə mal olduğunu unutmuşdur. Ya da bunun için bədəl ödəməyə artıq cəsarət edəməz. Bir də deyir ki, özgürlüyün nəyə mal olduğunu, bunu nə qiymətlə əldə etmişdik biz o özgürlüğü, onu nəyə mal unutmuşdur, yaddan çıxartmışıq. Ya da bunun için, yəni özgürlük için, özgürlük azadlıq sözü deməkdir dostlar. Özgürlük için bədəl ödəməyə artıq, bədəl yəni onun həzinəsin verməyə artıq cəsarət etməz. Wow. Birkaç kişiden oluşan bir garnizonun bir dağ karakolunun əlində tutabilməsi başqa nasıl açıqlanabilir? Wow. Deyir ki, birkaç kişiden, bir neçə adamdan, məsələn fikrin bir dənə kələntəri, bir polis pasqahı, bir filan. Deyir ki, birkaç kişiden oluşan, təşkil tapan, təşkil ərəbcədə oluşan onun türkçəsidir. Bir garnizon fikrin kələntəri, pasqah, beləsi nəzərdə alın. Kətlərdə pasqah, şəhərlərdə kələntəri məsələn. Garnizonun bir dağ karakolunun, karakol dedik ki, dedim də, indi garnizon burada latincə sözdür, Fransızdan gəlibdir. Fikir edirəm ki, məsələn, nə ola bilər? Qoyun baxaq da, Google eləyək ki, garnizonun nə deyir dəqiqən? Qardı kəlməsindən düzəlibdir. Garnizon olacaq, məsələn, yəni Google-ə gedək və görək ki, burada bizə əgər mənim Google-im açılsa, dostlar, bağışlayın, mənim biraz həm əlim yağışdı, həm də telefon şeydi, ona görə. İndi mən bu garnizonu altına bir xət çəkim ki, gözüm ondan qaçmasın. Görürsünüz, bu türk oxumağımızın zəifliğindandır da. Garnizon. Padğan yazır dostlar. Qədim türkcədə, indi də işlənir, qışla deyirlər. Qışla, yəni padğan. Fikirəm qışlaqdan gəlir. Elə biz qışda, məsələn, yaylaq qışlaq elərdik qədim. Qışda qeydərdik, yayda məsələn çadırda yaşaya bilər adam, amma qışda gəlirdik evlərimizdə yaşıyorduk. Fikirəm qışla da oradan qalmış olacaqdı. Garnizon ya da bir dağ karakolu, dağ başında bir karakoldur. Yəni məsələn qədim deyirlər, nə bilim, hər halda indi yadımdan çıxdı, bayaqlar dedim onun türkçəsini, farsçasını İranda deyirlər, pasqa. Əlində tutabilməsi başqa nasıl açıqlana bilər? Deyir ki, bir padğanın, bir neçə nəfərdən ulaşmış, təşkil tapmış bir padğanın, ya bir kələntərinin, ya bir pasqahın əlində tutulmuş bir böyük bölgə, böyük şəhər. Deyir, bunu nə cür açıqlamaq olar? Tamam. Gələnliklə kustah bir avuç sümürgeci çok sayda sümürge insanının arasında yaşaya bilər. Deyir ki, ümumiyyətdə
Genəlliklə ümumiyyətdə, ümumiyyət ərəb sözüdür, onun türkçəsi budur. Farscası da yoxdur. Ümumiyyətdə küstah bir ədəb bu cürsü gətirək. Bir avuc sümürgəci çox sayda sümürgə insanının arasında yaşaya bilər. Wow. Sual soruşur. Yəni, necə ola bilər ki, bir avuc istemarçı, Fars, Türk millətinin arasında yaşaya bilərlər? Ya İrancı, pan-İranist. Wow. Gözəl söz. Bizzat sümürgəcilər buna hayrat edər. Deyir ki, bizzat əslində, yəni kökündə sümürgəcilər özləri də buna heyrət edərlər. Buna təəccüb elərlər. Necə məsələn 10 dana Fars, bir dana məsələn Azərbaycan şərqi, Azərbaycan qərbi. Necə ki məsələn 100 dana Kürd qərbi Azərbaycanı məsələn idarə edir, əlində saxlayır. Və biz fəqət şeydə yazaq. Bizzat sümürgəcilər buna hayrat edər və bunun ardından da sümürgə insanını korkaqlıqla suçlar. Suçlamaq ittiham, ərəbcə sözdür, farscası yoxdur. Suçlar ki, niyə bunlar qorxaqdılar? Tamam. Aslında pek patavatsız bir suçlamadır. Deyir, əslində bu patavatsız. Patavat biz bilirik da, qədimcə ayağımıza dolaşardı. Deyir ki, əslində pek yaxçı ya çox patavatsız bir suçlamadır. Yersizdir deyir yəni. Təhlükədə olsalar, bu yalnız konumlarının həmən dəyişəcəyini çox iyi bilirlər. Deyir ki, təhlükə yəni xətərdə olsalar, bu yalnız konumlarını həmən dəyişdirəcəyini çox iyi bilərlər. Əgər bilsələr ki, ola bilər, dəyişdirərlər vəziyyətləri. Bütün teknik qaynaqlar, teknik sənət, latincə sözdür, maşinalat məsələn, farsca deyirlər ki, maşında ərəbcədən də fikir edirəm. Yox, o da maşında şeydən gəlibdir, latincədən gəlibdir. Bütün teknik qaynaqlar mənbə. Mənbə ərəbcədir, biz qaynaq ona türkcə deyirik, qaynaq. Telefon, telgraf, uçaq, birkaç dakika içində savunma və yıkımın korkunç silahlarını əllərinə verəcəkdir. Deyir, buradan qorxurdular ki, bilirlər ki, telefon, telgraf, tekniklər, maşinalat, təyyara, uçaqlar, yəni bir neçə dəqiqənin içində, fikir edin ki, məsələn, 1 saat, 2 saat, 3 saatın içində, məsələn, Tehrandan istəyələr, gətirirlər bura, Təbrizdə məsələn, ya Ərdəbilə, ya Zəncana, ya Qəzvinə, neçə saat çəkər ki, oradan təyyarı ilə, ya maşınla adamların çəkib gətirirlər, tökərlər ora və qırğını yaradarlar. Əlbəttə, bu dəlil olmaz ki, qorxaq olaq. Yəni, təbii ki, düşmən silah gətirəcək və savaşacaq. Sən silah götürüb ondan üzbə-üz savaşa biləcəksən ya yox, qorxaqlıq buradadır. Qorxaqlıq buradadır ki, qorxaq 1000 dəfə ölər, amma qorxmayan nəhayətdə bir dəfə ömründə öləcək, onu da bilir. Silahlarını əllərinə verəcəkdir. Tamam. Öldürülən bir sümürgəci qarşılığında yüzlərcə, binlərcə sümürgələşdirilən yox edilmişdir və yox ediləcəkdir. Bir də bunu oxuyayım. Deyir ki, öldürülən bir sümürgəci, istemargər qarşılığında, onun bir dana əgər siz fars öldürsəz, yüzlərcə, bəlkə də minlərcə sümürgələşdirilən türk, ya ərəb, ya bəluç yox edilmişdir, ya indiyəcən eləyiblər, ya da və yox ediləcəkdir. Bu dinəyim
Dinəyim, dostlar, ya dinəmək təcrübə. Təcrübə. Bu deneyim o kadar sık yaşandı ki, bu tecrübe o kadar sık sık yaşandı ki, belki de kışkırtıldı. Deyir, hətta belki de bunu kışkırdı, təhyic elədilər, həyecanlaşdırdılar. Sümürgə insanı cəzanın kaçınılmazlığına ve korkunculuğuna inandı. Deyir, belki de buna şey elədilər, kışkırtdılar. Yani həyecanlaşdılar, böyütdülər. Kışkırtmaq, bilirsiniz, mən indi danışıram, bir dəfə qışqıran. Kışkırtmaq, yəni böyütmək. Bunu deyir, həyecanlaşdırmaq. Deyir ki, belki de böyütdülər ki, məsələn, baxın, ərəblər gəldilər Əl-Əhvazda, Sipahi pasdaran rejim keçəndə bomb partlatdılar, yaşasın bu ərəb milləti və onlar pastarı öldürdülər. Onlar, indi 10 dana, 15 dana, 20 dana, bilmirəm, hər neçə dana. Amma onun intiqamın ərəblərdən aldılar. Yəni, hələ də alırlar, 2 il onun üstündən getir, bəlkə də 3 il getir, amma hələ də var ki, onları öldürürlər. Kətlərdə, yollarda, zindanlarda edam falan, çox əcib. Deyir ki, bunu yekəldər hətta. Hətta bunu yekəldər. Çox halda. Deyir, sümürgə insanı cəzanın qaçınılmaz. Yəni, o cəzadan deyir, imkanı yoxdur qaça bilə. Qaçınılmazlığına və korkunculuğuna inandı. İnandırdılar bizi ki, biz Türkləri inandılar ki, əgər siz pişəvəri dövrü kimi, dövrü kimi, Məhəmməd Xiyabani kimi istəyəsiz dövlət qurasız, biz sizi qətlə am elərik. Onu bizə inandırdılar. Buradan dolayı biz, onlar nə desələr ona beynimizi verdik, yudular. Və tarixi hafizəmizi bir balıq kimi sildik getdi. Onda ki, ölümə cəsarətini və kan görməyə dayanıklılığını kırmaq için əldən gələni yapıldı. Deyir, onda ki, bir də bunu oxuyayım, onda ki, ölümə cəsarət eləmək bunu və kan görməyi və bu ki, biz qan görməyi, yəni qan tökək və görək onu, dayanaqlığını, müqavimətini, dayanmağını kırmaq için, bu sümürgə insanının dayanaqlığını qırmaq üçün əldən gələni yapdı. Deyir, əldən gələni nə əlində var idi, onu yapdı. Bir durumdan və sümürgəcinin iradəsindən doğan bir yetersizlik durumu varsa gerçekten, bir durumdan ve sümürgecinin, istemargerin iradesinden doğan bir yetersizlik durumu varsa gerçekten, bunun böyle olduğu, yoksa doğuştan gelen bir tarihte rol üstlenme yetersizliğinden kaynaklanmadığı açıqdır. Deyir, bəlli ki, biz qorxaqlığı nənədən doğuşdan gətirməmişik. Bəlkə onlar bizi, bir təcrübələrimiz var, bir də ki, onlar bunu təcrübələri şişirdiblər və bizi qorxudublar. Yasaların inatçı sərtliyi, yasa qanun, inat, ləcbazlıq, sərtlik, ağırlığı, xuşunət farsca, xəşin sözündən gəlir. Yasaların inatçı sərtliyi, olumsuz kuşullanmanın güclüyü, kuşullanma dedik ki, yəni şəraitlərin gücü bunu kanıtlamaktadır. Pəs olumsuz
koşulların, şəraitlərin gücü və bunu katlamaqdadır. Bunu kanıtlamaqdadır üstəm. Kanıtlamaq dedik ki, təsdiq eləmək, təyid eləmək, dəlili göstərmək, isbat eləmək. Onlar hamısı ərəbcə idi, farsçası yoxdur. Sümürgəcinin küçük cəbhanəliklərə sahib olması affedilə bilir bir şeykən, sümürgə halkı arasında paslı bir silahın bulunması belə həmən cəzalandırılma nədənidir. Yenə də oxuyayım bunu, biraz yavaş oxudum, özümdə şeydir. Sümürgəcinin böyük cəbhanələri, cəbhanə ənbar-ı mühümmat farsça deyək. Ənbar fikirəm türkcədir, anbar. Mühümmat da ərəbcədir. Deyir ki, sümürgəti, istemarcənin, farsların küçük cibhanələri sahib olması affedilə bilir bir şeykən. O zaman ki, istemarcəlilərin kiçik əllərində, yəni fərq eləməz, dövlət olsun ya şəxsi olsun, əllərində silahları, ambarları ola, sümürgə halkı, müstəmirə insanları arasında paslı bir silah olursa, bulunması belə həmən cəzalandırma nədənidir. Dəlildir ki, bunlar cəzalansınlar, bir dənə paslı silah burada tapılsa. Arapların ünlü at göstərisi, ərəblərin bir müsabiqəsi var, nümayişləri var. Göstəri, nümayiş. Deyir ki, ərəblərin, əgər tapsam haradaydıq, ərəblərin ünlü, məşhur, adlım, ünlü at göstərcəsi, bir məşhur at göstərcələri var hətmən, yəni nümayişgahları var. Konukları əskidən olduğu gibi korkutması için kükreməsi istənən əhliləştirmiş bir hayvanın numarasından başka bir şey değildir. Deyir ki, cəlibdir bunu, Ərəblərin ünlü at göstərcəsi qonaqların, ora gələn nümayişgaha gələnlərin əskidən olduğu, konukların əskidən olduğu, əski qədimi olduğu kimi korkutması, deyir ki, qorxudur onları için, qorxması için kükrəməsi şeyhə çəkmək. At şeyhə çəkər, kükrəmək. Kükrəməsi istənilən əhliləşdirmiş atları, vəhşi atları əhli eləyiblər də, evcil. İndi buna evcil deyil. Qabaqsan əhli deyirdilər, əhli ərəbcə sözdür. Əhli bir hayvanın nümunəsindən başqa bir şey değildir. Deyir ki, orada at ki şeyhə çəkir, o əhli heyvanın bir kükrəməsindən başqa bir şey deyil. Ərəblərin onu at nümayişgahı qoymaq, elə bir ki, deyir ki, o at nümayişgahı qoymaq qonaqların gözü qabağında, elə bir ki, bir əhli at kişnir. Tamam, deyir, bu qədər bir şeydir. Çünki əhlilənmişik biz. Biz farslara indi əhlilənmişik da, dəstamız deyirlər farsça. Dəstamız olmuş, heyvanı xaneci olmuşuq farslara biz. Onu istir desin ki, fərq etməz ki, bir at kişnəsin ya da biz bir nümayişgahda, məsələn, Azərbaycan Sər-i İranəs, biz də onu məsələn, hərdən bir etiraz edirik. O etiraz əhli olan bir heyvanın şeyidir, kişnəməsidir. Gözəl misal vurur. Bu çox cəlibdir. Amma hayvan çox iyi kükrər. Bilirik ki, heyvan çox yaxşı kükrər. Kükrəmək dedik ki, şeyhə çəkmək. Şeyhə də türkcədir. Silah özləmi hala geçərlidir. Silah özləmi. Özləm, dostlar, həsrət. Ərəbcə sözdür həsrət. Farsçası yoxdur. Onun türkcəsi özləmi.
Deyir ki, silah özləmi hala geçərlidir. Hələ də deyir var ki, bu geçərlidir, yəni hələ də var ki, biz həsrətini çəkirik. Və kuzeydən güneyə kadar Afrikadakı tüm törənlərin bir parçasıdır. Deyir ki, kuzeydən güneyə, dəqiqən elə bizdə də kuzey-güney olmuşuq da, mütəəssifanə. Əli Rza Fərşi cənabları bugün bir söz yazmışdı. Yazmışdı ki, Urmu gölünün kuzeyə, güneyə dönməsi hangi qərardad əsasındadır? Gözəl sözdür. Çünki Azərbaycanı kuzeyə, güneyə çevirəndə bir qərardadlar var idi. Bu gizli qərardad ki, bunu soruşur Əli Rza diqqətlə. Urmu gölünü güneyə, kuzeyə bölüb və qurutmaq. Burada bir işarət var. Burada istəmir desin ki, Stalin də istədi türklərin beynini çevirə Azərisiz. İranlılar, farslar da istədilər biz Azərbaycanı və türklüğü unutaq, yaxşı Azəri yox. İkisi bir siyasət götürdülər ki, unutduqlarlar biz türküq. Türk dünyasından bizi qıralar. Cəlibdir ki, Stalin eləyə bildi bunu Azərbaycan, Qırğız, Tatar bunların da arasında, türkəmənlərin də arasında qırsın bu bağı. İndi ki, mən sizinlə danışıram və Azərbaycan, Türkmənistan, Qırğızistan, Tataristan, Moğolistan özlərinə müstəqil məmləkət olublar. İndi ki, sizinlə danışıram, Rusiya Federasyonunda, Rusiya Cumhuriylər Birliyində, federasyon bu anlamdadır. Cumhuriylər Birliyində, Rusiya Cumhuriylər Birliyində bir neçə türk cumhurisi var. Amma özlərini türk bilmirlər, özlərini, məsələn, Qaqazı bilirlər. İndi, silah özləmi hala geçərlidir və kuzeydən güneyə qədər Afrikadakı tüm törənlər, adat, rüsum, ənənələr, tarixdən bizə gələn nəslilərdən, yüzlər, minlər nəslidir bu bizə, nəslidən nəslə gələn rəsm, rüsum. Bunlar bir parçadır. Bunlar hamısı bir parça bir şeydir. Bir parçasıdır. O şeylərin, gələnlərin bir parçasıdır. Savaş araçlarındakı əskiklik, araç, dostlar, silah, vasitə. Savaş araçları, savaşın aracı nədir? Silahdır, topdur, şəmşirdir, tüfəkdir, təyyaradır, tancıdır, muşəkdir, hər nə ki vardır, onlar. Araçlardakı əskiklik, az olmaq bizdə yoxdur silah, onu istir desin. Əskiklik sümürgəci mevcudiyyətin önəmi ilə orantılıdır adeta. Sümürgəci mövcudiyyətin istemargərin varlığın önəmi ilə, onun varlığının önəmi ilə, önəmi ilə orantılıdır, ölçülə bilər. Adeta, bu deyir ki, beləsi nəzərə gəlir ki, ölçülə bilər. Ki, onun silahın azlığı, çoxluğu, ya bizdə azlığı, deyir, onun sümürgətinin, yəni farsların varlığının şeyidir, oranı ilə ölçülə bilər. Və onların varlığı ilə ölçülə bilər ki, niyə bizdə yoxdur, onlarda vardır. Onu istirib, bu desin ki, nədəndir? Ən yanıltılmış qəbilələr belə iki silaha sarılan kişilər ola bilir. Deyir ki, ən yalıtılmış dostlar, əli yalın biz nəyə deyərik? Yəni, əli boş. Yalıtılmış, yəni boş, xəl-i silah olmuş, beləsi deyək. Ərəbcə desək, xəl-i silahdır. Bunun farsçası yoxdur. Nə silahın, nə xəlin. Farsçası yoxdur. Onlar nəhayətində xəl-i silah kərdən özlərinə bir feil izafə eləyəcəklər, amma ərəbcədir. Deyir ki, ən yalıtılmış, xəl-i silah olmuş qəbilələr, qabilə həman qəbilə sözüdür ki, ərəbcədir, o türkləşibdir. Belə ilk əvvəliyyə,
silaha sarılan kişilər ola bilir. Deyir ki, bunlar heç olmasa daşla. İlk silah daşdır dostlar. Ondan sonra dəmirlərdən, cürbəcür dəmirlər var. Onlardan düzələn silahlar, piçaqdır, qəmədir, şəmşirdir, oxdur, bunlardır. Ağaçlardan düzələn oxdur, bunlar. Yay, ox. Bunlar deyir ki, ola bilər. Deyir, bunlar hətta kiçik belə əllərindəki savaşınanda belə savaşa bilərlər. Diqqət buyurun. Bu vəhşilik burada gətirir. Vəhşi, vəhşət də oradan gəlir. O sözdəndir, vəhşi sözündəndir. Yəni, qorxunc. Bu vəhşiliyin kanıtı deyil. Deyir ki, bu ki, indi Amerika dünyada savaş salır, ya İran savaş salır, vurur, öldürür, edam edir. Bu vəhşilikdir. Amma deyir, bu vəhşiliyin kanıtı dəlil. Kanıt dəlil. Deyil. Onun dəlili deyil ki, vəhşilik olsun. Kuşullandırmanın yetərincə sağlanmadığının bir göstərgəsidir. Kuşullanmaq dostlar, yəni silahlanmaq. Kuşullandırmanın yetərincə sağlanmadığının bir göstərgəsidir. Onun göstərgəsidir ki, bunlar yəni silahlananmırlar. Bu işi görürük ki, biz silahlanamırıq. Bunun deyir göstərgəsidir o silahın olub olmaması. Son savaş və bunu bilirsiniz, adına təxtə qapı dedilər Rza Şah dövründə. Silahları alırdılar və insanları da buna görə ki, yurt, baxın, o zaman ki, türklər obaları da var idi içində. Bax, türklər sakin millət idi, yəni şəhərli millət idi. Şəhər sözü taza sözdür, dostlar, bunu deyim. Tarixdə şəhər sözü taza sözdür. Kənd var idi, oba var idi, sonra da Mədinə deyərək var idi. Sonra Mədinəni əlbəttə son zamanlarda sevirlər Həzrəti Məhəmmədin köçdüyü şəhərin adı ki, Mədinə deyirdilər, yəni şəhər, ona dedilər. Diqqət buyurun, baxın görün nə cür imiş. Yəni, buna ad elədilər. Amma bu şəhər sözü fikirlərim ki, Rza Şahdan qabaq olmamalıdır, mütməyin deyiləm. Amma mənə belə gəlir ki, Rza Şah dövründən qabaq şəhər sözü yoxdur, Mədinə sözü var. Son savaş deneyiminin bu kadar belirleyici olmasının nedeni de budur. Deyir ki, son savaş, yani axirin, sonuncu. Bu adamın dövründə 2. Dünya Savaşı olmamışdı, 1. Dünya Savaşı olmuşdu. Deneyimi dedik təcrübə. Deneyiminin bu kadar belirleyici yəni təsirgüzar. Belirləməkdə, yəni göstərmək olmasının nədəni budur. Nədəni budur. Tamam. Nədən də dəlil. Səbəb. Belirtlidiyi gibi, göstərdiyi kimi, bəlli elədiyi kimi tədbirsizlik sonucu sümürgə insanına gerilla savaşının tekniğini öğretmekle kalmadı. Ona saldırgan ve özgür eylemin mümkün olduğunu da hatırlattı. Bir son savaş, 1. Dünya Savaşı ya Ərəblərlə, Əlcəzairlərlə Fransızların, Əlcəzairlərlə Tunislilərin savaşı. Son savaş, buradan o gəlir. Görək nə olacaq, düzürsəm. Son savaş deneyiminin bu kadar belirleyici olmasının nedeni de budur. Belirtlidiyi, yani göstərdiyi, isbat elətdirdiyi gibi tədbirsiz dostlar, tədbir ərəbcə sözlərdir, dəbir də ondandır, müdür də ondandır, bunların hamısı bir sözdəndir. Tədbirsiz, yəni biz eləyə bilmədik ki, ön görək, yəni pişbini eləyək və
savaşlarımız üçün silah gizləyək. Savaş olubdur. Məsələn, deyək ki, pişəvəri dövründə, milli hökumət dövründə bizim əlimizdə silah var idi. Biz nədən bu silahları gizləyə bilmədik? Nədən bu silahların bir parçasını, silahların hamısını verdik farslara? Biz buna görə qətl olunduq, dostlar. Bir illət də bu idi. Biz tüfəklərimizi verdik farslara, sonra təslim olduq, onlar gəldilər, aldılar. Biz müqavimət edə bilmədik. Yəni, ya da ki, əgər əlimizdə tüfək var idi, onların da, çünki ruslar bunları bizə vermişlər, onların o iynəsi ki vardı, güllənin gərəkdə alınsından deyə onu partda da, o gedə də eşiyə, o adına farsça suzən ilə biz iynə deyirik, elə adı iynədir. O iynəni çıxartsan, daha o tüfəng işləməz. Ya o iynəni əysən, daha ora bir şey salanmazsan ki, onu işlədəsin. Biz çox xəyanətə sadəliyimizdən. Biz türklər bir sadə insanıq. Safıq, kələkbaz deyilik. Siyasəti kələk anlamında bilmərik. Deyir ki, indi gedək şurada harada qalmışdıq, mən bunu itirdim. Tədbirsizlik sonucu, tədbirsizin nəticə, sonuc, nəticə sözünün türkçəsidir. Sümürgə insanına, müstəmirə insanına gərilla, qorilla deyirlər farslar, latincə sözdür. Çirik, partizani, çiriki savaş. Qorilla da deyirlər. Farslar üçün qorilla yazırlar romanlarda falan da. Gərilla, yəni çirik, partizan savaşlar. Deyir ki, o Əlcəzairlilər, ya Tunislilər, ya Birinci Dünya Savaşında belə partizanı savaşlar oldu. Deyir ki, o gərilla savaşının teknik onun həm silah, həm də yol yöntem tekniğinin öğretməklə kalmadı. Deyir ki, o qorilla savaşlarının taşkişlərin örgətməklə qalmadı. Ne oldu? Ona saldırgan və özgür eyləmin mümkün olduğunu da hatırlattı. Bizə də hatırlattı ki, savaşmaq üçün, üzgürlük üçün, azadlıq üçün savaşa bilərsən də. Ona saldırgan həmlə eləyən, savaşan və özgür eyləmin, yəni özgür, yəni azad, eyləm, yəni hərəkət və əməliyyat nizami. Əməliyyat, hər növ əməliyyat, siyasi, nizami, rəvani. Çünki cəngi rəvani daha çox mühümdür ta cəngi müsəlləhanə. Bu savaşdan sonra sümürgə sinemalarında yəni məsələn Təbrizdə sinemalarda fikir eləyin indi şeydən sonra Dəmir yolu savaşı kimi bazı filmlərin göstərimini yasaklayan Avropa hökumətləri kendi bakış açılarından haksız değildir. Deyir ki, bu istemarçılar bəzi filmləri qadağan elədilər sinemalarda, yayılsın müstəmirə məmləkətlərdə, o cümlədə Azərbaycanda məsələn. Nə cür filmi? Dəmir yolu adlı bir film var. Dəmir yolu savaşı adlı bir film varmış Türkçə. Deyir, bu filmləri Ərəb torpaqlarında, sümürgə olan torpaqlarda gibi bazı filmləri göstərmənin, o sinemalarda göstərməsini yasaklayan Avropa hökumətləri kendi öz baxışların, öz mənfəətlərini necə görsünlər, bunlar partizanı savaşı görərlər, nə olar? Düşərlər ayağa, öz baxışların bakış açılarından haqsız değildi. Deyir, haqsız değildilər ki, bu filmləri bağlırdılar öz açılarından baxanda. Çünki bunu əgər türklər görsələr ki, tamam, bir dana kələntərini alıb silahlanmaq olar. Geçib ustandarini ələ getirtmək olar. Geçib o tərbiyyət deyirəm, Danışsəra meydanında o
üst təbəqədə, parkingin üst təbəqəsində monitoring sistemi ki, tamam kameraları, dürbünləri ki, şəhərə qoyublar, onları ələ keçirtmək olar ya ayrı yerdə. Radio, televizyona ələ keçirtmək olar. Kafidir ki, məsələn, baxın, mən and içirəm sizə, əgər 10 nəfər əl-ələ versə, Radio Təbriz, Ərdəbil, Urmiyə, Zəncan, tamam bunlardakı şey var da, hər şəhərdə 10 nəfər əl-ələ versə, radio, televizyonu ələ keçirdərlər. Və kafidir ki, radio, televizyonu ələ keçirdə və deyə ki, bura Zəncan, Güney Azərbaycan Türk Cumhuriyyəti elan elədik, millət çıxın əyağa. Bizim sizə ehtiyacımız var. Ondan sonra da ustandarini, fərmandarini, polisin pasgahların, kəlantəlirləri, 118-dir, 112-dir, hər nə mənədir, 111-dir, nədir, 110-dur fikir edirəm. Bunları polisin, orada sipahın, bəsidin mərkəzləri mühasirə edir. Yəni, millət tökülər. Yəni, Təbriz olsun, Zəncan olsun, Urmiyə olsun. Hətta Tehranda da radio, televizyonu ələ keçirsələr, millət çıxsa eşiyə, xiyabanlar bağlanar. Kafidir ki, baxın, xiyabanlarda adamlar oturalar, maşınları da park edəyələr. Sipah-paslara çıxa bilməz. 10 dana maşını vursun, xərablasın. Yol açılmaz. Çünki burada siz 100 dana maşın park eləsəz, maşınlara əsdələr də yol tapa bilməyəcəklər çıxalar. Amma buna bir iradə istəyir. O qorxu gərək insanların içindən çıxa ki, bu insanlar eləyə bilərlər, belə bir iradəyə yetişələr. Buna etiraz olaraq, yəni o sinemaları bağlamağa etiraz olaraq, Amerikan westernlərinin, Amerikanın western filmlər qərbidir. Western qərbi demək, batı demək. Western, onların Amerikanın Hollywoodunun filmlərini gətirdilər, western. Orada western deyəndə dostlar, cowboy deyirlər, cowboy, yəni inək otaran, cowboy yəni cowboy. O adam ki, çobanlıq edir, öküz otarır. Bunlar gedirdilər, məsələn, vəhşi inəkləri tutsunlar, gedirdilər bu yerliləri, yəni o şey ki, İranda sorpus deyirlər, onları öldürürdülər. Deyir ki, baxın görün nə oldu, istimar belə gəldi. Deyir ki, əvəzin ki, o dəmir yolu savaşın filmlərini qoysunlar, gəldilər Amerikan westerninin gangster silah çəkən, adam öldürücü filmlərinin və savaş propagandası yapan cizgi romanlarını zaten tabanca ya da makineli tüfək kullanmayı öyrətdikləri söylənir. Deyir ki, nə söylənir? Deyir ki, bir etiraz olaraq, bu filmlərə etiraz olaraq, müxalifət olaraq neynədilər? Amerikanın western, gangster dostlar, yəni qan tüfək deməkdir. Gangster yəni tüfək çəkən, adam öldürən, gangster filmlərinin və savaş propaganda dostlar, propaganda təbliğat-ı siyasi, beyin yumaq üçün gedən təbliğatlara deyilə propaganda. Məsələn, elə elədilər ki, biz sorpusları həmişə deyirik, bunlar vəhşi millətlər, dilləri də yox, eləyirlər fəqət. Niyə? Onları bizim zehnimizdə insanlıqdan çıxartdılar və Amerikalılar onları, o gangster onları öldürəndə biz sevinirdik. Wow, öldürdülər. Niyə? Çünki bizim beynimizi yumuşlar. Biz heç vaxt farsça deyil, izhar həmdərdi. Onlarla izhar həmdərdi eləmirdik. Çünki özümüzü onlar kimi görmürdük. Özümüzü bir Amerikalı kimi görürdük, bir Fars kimi görürdük ki, bunları öldürməliyik. Diqqət buyurursunuz, bu beyin yumağın şeyidir. Təsiridir. Yəni o filmləri görmüşdük, onlara inanmışdıq. Biz də Amerikalı kimi fikirləşirdik, Fars kimi fikirləşirdik ki, əgər bir Türk, bir Ərəb, bir Bəluç, bir Türkçəmən, bir Qəşqai, bir Lor, bir Cilək, bir Miyazəni silah götürsə, savaşsa, o hakimiyyət ki, onların əlindədir və silah onların əlində, onların haqqı var da öldürürlər. Amma, məsələn, rəşdilərin Nehzət-i Cəngəl dedikləri, ya meşə hərəkatı, ya bizim xiyabani hərəkatımız, ya pişəvəri hərəkatımızın haqqı yoxdur silahlana. İndi də bizim haqqımız yoxdur silahlanaq. Bunu o filmlərdən bizim zehnimizə keçibdir. Biz bu günləri ki, biraz Kürdlərinə müxalif, Kürdlərin silahlanmağı ilə müxalif, əlbəttə ki, gərək müxalif olaq. Çünki onların bizim torpağımız üstündə iddiası olmasa da biz himayət elərdik. Amma onlar bizim torpaqlarımız üstündə iddiaları var. Bunun üçün biz onların silahlanması ilə və onların öldürməsi ilə teröristlərinin, Kürdlərin yox,
terörist. Çünkü Türkler eyni her millete tay içinde teröristleri de var, yaxçıları da var. Biz terörist Kürdünə müxalifiq. Biz Kürdünə müxalif deyilik. Mən özüm Günas TV-də olarkən çox bu fikrin tərəfdarı idim ki, Kürdləri gətirək televizyonda, rəhbərlərini gətirək, müzakirə qoyaq, millət gözü qabağında bunların mövzeləri açıq olsun, aydın, aşkar bizə desinlər ki, Azərbaycana iddiaları var ya yoxdur, Azərbaycanlılarla savaşmaq istəyirlər ya yox, yoxsa Azərbaycanlılarla bir cibhədə olaraq şovinist farslarla savaşmaq istəyirlər. Amma qəbul eləyək ki, terrorçudurlar. Yəni içində terror qrupları var, terror təşkilatları var, terror örgütləri var. Bu örgütlərlə savaşmaq həm bizim borcumuzdur, həm Türkiyənin borcudur. Və mən Türkiyə dövlətinin və millətinin əlindən öpürəm ki, bu günləri o terroristləri öldürməklə Azərbaycanlıları terrorçu Kürdlərin qabağında gücləndirirlər. Biz dedik, məsələn, Ərdəbildə, Təbrizdə, Urmiyədə, Zəncanda, orada burada Kürdlər yaşırlar, ermənilər yaşırlar, Yəhudilər yaşırlar. Biz onlarla düşmən deyilik. Onlar bizim torpağımızda işlirlər, yeşirlər, rifahdadılar. Biz onları öldürmürük, vurmuruq, döymürük, işlərin əllərindən almırıq. Bunlar deyil, bizdə belə bir şey yoxdur. Biz sadəcə terrorla və bizim torpağımıza iddia olursa onunla müxalifiq. Və biz savaşı da Kürdünə eləməyəcək, terrorçularla eləyəcək ki, istəyirlər bizim torpaqlarımızı alalar, ya bizim torpaqlarımızda adam öldürərlər və əllərinə keçirdilər bu torpaqları. Yəni, biz tərif edirik hangi Kürdünə, hangi erməni ilə, hangi farsla müxalif. Yəni, bunu tərif edirik, müşəxəs edirik. Bizim düşmənimiz, hər fars bizim düşmənimiz deyil. Əlbəttə, farsların hamısı bizlə düşməndir. Amma biz hər farsla düşmən deyilik. Çünki bizim nəzərimizdə bir iddə farslar vardı ki, onlar dövlətin siyasətini, eyni türklərə ta ki, beyinləri yıxanıbdı mədrəsələrdə, o da oturur. İndi bir dənə xanım qızın videosu yayılır ki, bu salam nə rəhbərdir, nə mənədir, bunu oxurlar. Uşaq arıqdır. Bəllidir ki, kasıb uşaqdır ki, bu qədər arıqdır. Burnu biraz yekəcəksən arıqlıqdan ha. Və bunun beyni yıxanıbdı mədrəsədə, mənə tay, sizə tay, çoxlarımızda beyni yıxanmışdı. Niyə indi buna söyüş veririk biz? Biz buna söyüş verməməliyik. Biz onun dədəsinin, nənəsinin, özünün beynini aydınlatmaq məcburiyyətindəyik. Çünki farslar mədrəsədə film ilə, sinema ilə, kartonla, gözəl-gözəl hünərpişələrlə, nağılla, kitablarda gözəl müəllimlərlə, fars dili ilə, bunların hüququ ilə, dədəsini işlədir bir yerdə, hüquq verir, nənəsini işlədir, hüquq verir. Bunlar orada brainwash olublar, beyinləri bunların yuyulubdur. Şosseşuy məğzi olublar. Biz o qıza tohin eləməyəcək onu, adam kimi görəcək. O deyəcək, nə kasıb uşaq? Mənim uşağıma tay, mənim özümə tay, mənim özümə tay. İnsafəli hidayətə tay ki, ibtidaidə, rahnumayda, dəbiristanda, danışgahda brainwash olmuşdu. Onlar da brainwash olublar. Niyə insafəli hidayətin o zamanın söyüş vermirik, amma bu qızın o zamanın söyüş veririk. Dədəsinə, nənəsinə, özünə söyüş veririk. Bu əxlaqi deyil. Biz fars da olsa o qız, deyirik ki, bu qız mədrəsədə, radio ilə, televizyonla, kitablarla, nağıllarla, müəlliminə, müəllimin yeri ilə, işsizliğinə, işliğinə, hüququna brainwash olmuşuq bizlər. Beynimizi yıxıyıblar. O qız da onlardan biridir, onun ailəsi də onlardan biridir. Biz ona toyin eləməyəcək. Biz bu sistem ilə savaşacağıq ki, bu insanları qurbanlıq seçir. Qoyun kimi. Biz qoyunu nəyə saxlarıq? Balığı nəyə saxlarıq? İnəyi nəyə saxlarıq? Heç sana saxlamarıq, onları saxlarıq ki, bir gün sataq, kəsaq. Farslar da insanları mədrəsələrdə, danışqahlarda, kitablarla, radio ilə, televizyonla, işə almaqla, işə almamaqla, pul verməklə, pul verməməklə, bunların hər kəsə bir cür bu işlər. Onlarla bunları nə ediblər? Saxlayıblar, bir gün bunları öldürəcəklər, bunları kəsəcəklər, satacaqlar. Toyuqxanalarda biz toyuğu müftəsinə saxlamarıq ki. Toyuqxanalarda biz toyuğu, qoyunu, keçini, inəyi müftəsinə saxlamarıq. Təhdicə üçün müftəsini saxlarıq itdir. Çünki bizdən yeməsin, işlət, geçsin, özünə hər nə yiyir, yesin də. Hər şey də yiyər, məcbur olar. Ac adam da hər şey yiyər. Yəni, ac adam belə, mındar nə mənədir? Mındar adında bir şey yoxdur. O şey ki, yiyə bilərsən, onu yiyəcəkdir. Ki, diri qalsın.
Bizim beynimizi o filmlərlə yudular, biz əvəzin ki, o sorpus dediyimiz insanlara deyək, bax, o da bizə tay mübarizə edir vətəni üçün, torpağı üçün. Hey, sevinirdik ki, sinamaya gelirdik, baxırdıq, görürdük ki, birdən məsələn 100 dana, 1000 dana sorpustun qabağına 10 dana kaboy çıxdılar, gangster çıxdılar, tak, onları vurdular, başını kəsir, öldürür, biz də onlara təpik alır, çıxdılar. Bu neydi? Biz brainwash olmuşuq. Biz hətta, baxın dostlar, biz hətta filmə nə cür baxarlar, nə cür filmi düşünərlər, nə cür analiz edərlər bilmirik. Çaş məsələn, nə bilim, bəlkə mən bir seri şey gətirəm, nəqdi filmi qoyam, fəqət filmi nəqd eləyəm. Yəni, filmlərdən bir şey görsədək və nəqd eləyəm. Yəni, bu tərəfə gedirəm ki, biz bir film görmək fərhəngimiz yoxdur. Nə yaxçı olar dostlardan bir neçəsi bu məsələyə girişələr, milli baxışdan filmləri, serialları, kitabları nəqd eləyələr. Kartonları nəqd eləyələr, uşaqların beynin bunlar nə cür yoxdur? Sadəcə biz fikir edirik, bəlkə o zaman ki, dedilər ki, tuvaletin fırçasını soxdular türkün ağzına, onda gərək etiraz edirik. Yox, dostlar, o zamandır ki, elə bir ki, başımızı bıçaqla kəsir, etiraz edirik. Yox. Qoyunun başını, əl-ayağını kəsərlər. O zaman kəsirlər, başını kəsərlər, ayağını bağlarlar. İnəyin əl-ayağını bağlarlar. Da o qaça bilməz. Milyonda bir dana inək, öküz, qoyun qaça bilər. Naşı ustanın əlindən, naşı qəssabın əlindən. Kəsəndə kəsəcəklər. Amma biz örgəşməliyik. Onun üçün deyir ki, buna etiraz olaraq Amerikan westernlərinin, gangster filmlərinin və savaş propagandası təbliğatının yapan cizgi karton romanlarının, roman nəqil, hikayə. Amma roman əslində sevimli bir şeydir. Baxın, biz hikayələri sevərik. Ona görə adını deyilir roman. Romans da buradan gəlir, eşqbazi məsələn. Romanlarının zaten tabanca deyirlər Türkçədə, biz tapanca deyirik. Tapanca ya da makinəli tüfək. Makinəli tüfək yəni otomatik. Otomatik tüfəklər kullanmayı, istifadə eləməyi öyrətdikləri söylənir. Deyir ki, bunlar o filmlərdə belə söylənilir ki, bunlar tapancanı və otomatik tüfəkləri, yəni məsələn 3 atan 5 açılan deyirik biz. 3 açılan 5 açılan bunları deyirik. Deyir ki, bunları örgətdi. Belə deyilir. Söylənilir. Bu sav dostlar difa. Savunmaqdan gəlir. Bu sav yetərli deyildir. Bu kafi deyil. Yetərli kifayət sözü ki ərəbcədir ya kafi sözü ki ərəbcədir. Deyir onun türkçəsidir. Yetərli deyil. Dirəniş filmlərinin önəmi tümü ilə farklıdır. Deyir ki, dirəniş, müqavimət, işğalın qabağında müqavimət görsədən filmlər ki, Rusiyədə vardı, Əlcəzairdə vardı, Tunisdə vardı. Bunlar ki, dirəniş elirlər, dirənirlər. Dirənmək müqavimətkərdən ərəbcədir. Müqavimət ərəbcədir. Onun dirəniş filmlərinin bu çoxlu dirəniş, müqavimət, işğalın qabağında müqavimət filmləri var. Deyir, onun önəmi tümü ilə farklıdır. Deyir, fərqlidir bu filmlə o. Bir film vardı ki, Fransa'nın işğalını göstərir. İnsanlar yer altında örgütlənirlər, silahlanırlar, Almanlıları öldürürlər. Bir var bu filmləri göstərsiniz ki, məsələn, bunlardan biri buydu. İnsanlar Almanlılar gəlirlər, tutsunlar, qaçırlar, girirlər zirzəmiyə, oradan Almanlılarla savaşırlar, güllələşirlər, Almanlılar gəlirlər, orası su doldururlar. Su doldururlar, adamlar boğulmağa gəlir, çıxmaq yerləri yoxdur. Axirdə görürlər, boğulurlar, bir-birlərinə yaxınlaşırlar, buna görə ki, təslim olmasınlar. Son güllələri bir-birinin beyninə vururlar. Siz bu filmləri deyir, qoymadılar ki, dirənirdi düşmənin qabağında, bunları deyir, kəstilər yerinə cizgi filmlər, kartonlar, gülməcələr filanlar. Dirəniş filmlərinin önəmi tümü ilə farklıdır. Yetərincə silahlanmamış,
hatta heç silahı olmayan əzənlərə saldırmaya cürət etdikləri göstərilir. Deyir ki, yenə də bunu oxuyayım. Yetərincə silahlanmamış, hətta heç silahı olmayan əzilən insanların əzənlərə saldırmaya cürət etdikləri göstərilir. O filmlərdə. Deyir ki, bu da çox cəlibdir. Yəni, heç silahı yoxdur, amma əzənlərin əleyhinə, əzənlərin əleyhinə istəyirlər savaşalar. Biz bu günləri dəqiqən o durumdayıq. Bir süre sonra sümürgelərdə ilk karışıklıklar patlak verdiğinde bir süre sonra, bir zaman sonra sümürgelerde Azerbaycan'da, Baluçistan'da, Ərəbistan'da, Türkmen Səhrada, Loristan'da, ərz edeyim xidmətinizə, Gilan'da, Mazəndaran'da, Türkmen Səhrada sümürgelerde ilk karşılıklıklar, mukavimət, farslarla üzbəüz durmaq, patlak verdiğinde, o zaman ki patlak inficar olduğunda, patlak verdiğinde ne olacak? Bunun anlamını, bu dediğimiz sözün anlamını anlayamanlar, onlar ki istəmirlər anlasınlar, anlayamanlar aktif savaşçıları, fəal savaşı, aktif latincədir, yəni əməldə savaşanları, elə savaş içində olanları, beləsi desək, hesablayaraq, onları hesaba gətirərək, bunların saylarının çox ya az olmasıyla dalğa geçərək təsəlli buldular. Deyir ki, o silahlı bunlar bir de bunların sayı azdır. Bunlar 50 nəfər, 100 nəfər. Onlar mühüm deyil. 50 nəfər, 100 nəfər olmaq. Aktif savaşçıların hesaplayaraq, onları hesaplamaqla bunların saylarının çox az olmasıyla dalğa, məsxərə, geçərək təsəlli buldular. Təsəlli olmaq dostlar, yəni rahatladılar, aram oldular. Aram farscadır. Rahatladılar. Rahat da ərəbcədir. Bizcə dedik də, təsəlli də ərəbcədir əlbəttə. Yəni, yavaşladılar, oturdular yerlərinə. Doğrudur, deyir, düzdür, doğrudur. Sümürcə insanı qədərini kəndi əllərinə almaqda tərəddüd edər. Sümürcə insanı, doğrudur, sümürcə insanı istimar Türklər, istimar olan insanlar qədərini, alın yazısını, özünün gələcəyini, qədərini kendi əllərinə almaqda tərəddüd eder. Şək etdi, edir ya, eder. Biz indi özümüzdə məsələn bu vəziyyətdə hələ şək edirik. Amma olayın anlamı matematik ağırlığından çox daha böyükdür. Deyir ki, amma olayın anlamı, o 50 nəfərin, 100 nəfərin əlinə silah götürməsi anlamı matematik, dostlar, latincə sözdə hesab yerinə, hesab kitab yerinə, hesab kitab matematik ağırlığından, onun hesab kitab ağırlığından çox daha böyükdür. Deyir, yəni o adamların mühüm deyil ki 50 nəfər silah götürübdür, bəlkə onun ağırlığı çoxdur. Bir kat sümürgecinin uniforması karşısında titremiyordu. Deyir ki, bunu soruşur. Bir neçə sümürgeli, yəni biz, sümürgecinin uniforması karşısında onların, farsların sipahının, ərteşinin, polisinin, ittilaatının paltarı da, uniform o bir paltar içi hamısı bir rəhdi, bir formda, onu deyirlər, ona deyirlər uniform. Uniform, birlik yəni libas əslində, birlik paltarı uniformunun karşısında titremiyordu. Bir
o bir neçə adam onların paltarlarının və silahlarının qabağında titrəmirdi. Haki, dostlar, haki ki vardı, ha farsça, haki. Onun türkçələşmişidir. Bilmirəm, haç farscadır, türkçədir, orasını bilmirəm. Amma haki, yəni haki, rəngdə təktib, uniforma, təktib, yəni bir formatda, məsələn, pastarların bir cürə paltar var, Niru-i Zəminin bir cürə, Niru-i Dəryayının bir cürə, Bəsicin Sipahat-ı bənzər, əlbəttə fərqli. Deyir ki, pəs bunlar xaki rəngdə təktib, uniforma giyməkdə israr etdikləri üçün, deyir, o rəhdə, yəni nizami rəhdə ki, yəni torpağa otururlar daimən torpaq üstündə, amma görsətmir. Biz də sərbazçılığımız elədir üçün bilirik ki, belədir. Haki rəngdə təktib, uniforma giyməkdə israr etdikləri üçün isyancılarla alay edildi. Deyir ki, o isyan edənlərlə alay edildi. Onları məsxəriyə tutdular. Alay etdilər. Onları gülməcə elədilər. Açıqdır ki, asker olaraq görülməyi və savaş kurallarına uyğun muamilə görməyi umuyurdular. Deyir ki, təbii ki, açıqdır ki, əskər olaraq, əskər sərbaz, əlbəttə əskər, baxın, hər kəs ki, silahlı güclərdə olur, onu əskər deyirlər, fərq eləməz, general olsun, ya elə bir məmuli sərbaz olsun, fərq eləməz. Əskər, açıqdır ki, əskər olaraq görülməyi, onları sərbaz olaraq görməyi və savaş kurallarına uyğun və savaş kurallarına, kural, qanun, qaidə, onlara görə uyğun, onlara bənzər, onların əsasında muamilə görməyi, o cür muamilə görməyi umuyurdular. Onlar umurdular ki, məsələn, türklərin də eyni olaraq da partizanları olmasın, ya kürdlərin, ya ərəblərin, ya bələdçuların, məsələn, Sipahtay ərteşi olsun. Sipahtay ya ordusu ola bilməz. Ərteşə tay ya Niru-i Zəmini, Niru-i Dəmiri, Niru-i Həvaisi ola bilməz. Bəlutsun, Ərəbin, Türkün, Türkəmənin, Qəşqayinin, Lorunci, İləkin, Mazəninin, Talişin. Ola bilməz. Deyir, onlar belə umurdular, belə ummaq, arzu eləmək, istəmək. Ummaq, istəmək. Amma bu israrda daha fazla şey vardı. Deyir, onlar niyə bu israr edirdilər? Bu israrda daha fazla şey var idi. Daha fazla, yəni çox. Daha çox şey var idi. Nə idi? Tarihin giyimini üstleniyorlar. Tarihin giyimini, yəni paltarını, giyimini üstleniyordular, üstlerine alırdılar. Tarihin paltarını giydiler. Bunlar o 5-10 dana savaşı götürmürdülər. O bizim baxın bir Güney Azərbaycanda 5-10 nəfər yazı yazır. Neçə yüzlər nəfər yazı yazır. Bunlar Azərbaycanın tarixini üstleniblər, alıblar öhdələrinə. O Azərbaycanın və türklərin tarixinin yükünün altına giriblər. O 5-10 nəfər savaşırlar indi feylən. Bizim feylən yazı, qələm və düşüncə savaşı mərhələsindəyik. O gün ki, qələmlərin yanında silahlar da Azərbaycanda qurula, dedim, ben geçen dəfədə danışdım, dostlar, silaha nigeran olmayın. Ben hey görürəm, dostlar, bunu biz havaq silahlanacağıq. Əvvələn ki, silahı hər kəsin sifariş edirik, hər kəs evinə silah alsın. Bu bir. Amma silaha nigeran olmayın. O gün ki, biz farslarla savaşa girək, istiqlal savaşına, bir gecədə hamımız silahlanacaqdı. Bir gecədə. Yəni silahın nigeran olmayın. Qapını açılıqsın, görürsən ki, həyətində 1000 dana fişək, 2 dana, 3 dana, 5 dana da əsləhə var. Nigeran olmayın. Əslən bizim əsləhədən nigerançılığımız yoxdur. Bizə 30 milyon əsləhə yenə var. Nigeran olmayın. Biz əsləhə düzəldən bir millətik və dövlətlərimiz əsləhə düzəldirlər. Nigeran olmayın onu. Tarihin giyimini üstleniyorlar. Tarihin giysisinin, giysi gəndə həmanda giys, indi farslar bu xanımların tüylərinə deyirlər giys. Amma bizdə giysi, yəni o şey ki, giyirlər. Giymaq. Paltar da, paltar. Tarihin giysisini
giyiyorlardı. Tarixin giyimlərini giyiyorlardı. Onlar deyir ki, tarixdə bizim dədə babamız nə cür paltar giyirdi, onu giyirdilər. Çünki niyə? Baxın, buna görə ki, biz meşədə meşə şəklində savaşarıq, dağda daş şəklində, çöldə də çöl şəklində. Onun fərqli paltarları olmalıdır ki, indi ordular da bunun üstündə gedirlər. Tamam, tarihin giyimini üstleniyorlar, tarihin giysisini giyiyorlardı. Çünkü niye? Çünkü ne yazık ki, deyir heyf olsun. Ne yazık ki, yani heyf olsun. Çünkü heyf olsun, tarih bugün askeri üniforma giyiyor. Deyir ki, müteəssifane tarih, bu çok sözsüz. Bugün tarih ordu paltarı giyir. Deyir, tarixi fəqət orduda görürlər, tarix o deyil. Dostlar, bu bəhsi də qutardıq. 106-cı səfərin başlanğıcından qoyaq qalsın. Yarın bunu davam elərik. Çünki mən fikirəm bu günləri gündəkindən yaxşı oxudum. Əvvələn 2 dənə şeyi burada qutaranca deyim. Niyə yaxşı oxudum? Bu günləri çalışdım ki, çox tozih verməyəm, çox tərcümə eləməyəm. Çünki türkçədir, hamımız türkük. Biri bu. İkincisi, işçi gördüm. Buydu ki, diqqət eləsəz, biraz sürətim çoxaldı. Niyə, dostlar? Mənim özümün bir pis xasiyyətim var, bilmirəm niyə, belədir. Məsələn, mən indi əgər buradan bu yüzü oxusaydım, daha sürətlə oxuyardım. Çünki motorum indi qızışır. Bəzi maşınlar qədim var idi, traktor maşınlar, dizel maşınlar xüsusən qışda bunları vurardılar, tır işə düşərdi, sonra deyərlər qoyun motor qızışsın. Çünki motor qızışmasa hərəkət eləsəz mümkündür ki, motor yana. Mənim də mütəəssifانه istər-istəməz ingiliscə və farsça oxuyanda əvvəldə bir 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə dalbadal oxuyanda biraz yavaş oxuram. Amma yavaş-yavaş sürətim çoxalır, yəni motorum işə düşür. O zamandakı motorum işə düşür. Görürsünüz ki, vaxt qutarır və oxumağa fürsət yoxdur. Əlbəttə, kaş biləydim ki, nə vaxtı başlamışam. Vaxtım olsaydı bir səfərdə oxuya bilərdim. Amma hər halda qalsın taza bəhsidir. Qalsın sabahları oxuruq. Sizin hamıza xeyirli, yaxşı gecələr, günüzlər, sağ arzulayıram. Görüşmək ümidi ilə. Hələlik.